Şualar hər vaxtınız xeyirli olsun. Deməli bugün adi və onluq kəsirlər mövzusunun ikinci bölməsinin izahatına baxacağıq. Yəni düzgün və düzgün olmayan kəsirlər, sonsuz dövr onluq kəsirlər. Gəlin elə birinci sualdan başlayaq. Şualar birinci sualda nə deyir? Deyir 0,6666. Və baxırıq ki, burada 6'lar sonsuz olaraq dövr edir. Şualar sonsuz olaraq dövr edildiyinə görə həmişə hər zaman mötərizənin içi dövr deməkdir. Deməli dövr eləyən şualar 6'lardır. Yəni mötərizənin içi hər zaman təkrar oluna gedir. Bu da bizə nəyi verəcək? Saf dövrdür. Vergüllə mötərizənin arasında ədəd yoxsa saf dövrdür. Mötərizənin içi qədər. Mötərizənin içində bir dənə rəqəm olduğuna görə məxrəcə bir dənə 9 və mötərizənin içində sürətli yazırıq. Bu kəsir oldu 9'da 6. 9'da 6'nı da şualar 3'ə ixtisar aparsaq 3'ə böl 2, 3'ə böl 3. Bu kəsirimiz olur 3'də 2, yəni 3'də 2 A variantı. Sonra baxaq nə yaşıyorlar ikinci suala. 2'də nə deyir? Deyir 5 bölək M kəsiri düzgün olmayan. Şualar düzgün olmayan kəsirdə sürət məxrəcdən ya böyükdür ya da bərabərdir. Yəni 5 sürət məxrəcdən M-dən ya böyükdür ya bərabərdir. Onda şualar tərsinə baxsaq M-in qiyməti də 5'dən kiçik bərabərdir. Şualar 5'dən kiçik bərabər hansı qiymətləri? 1, 2, 3, 4 və 5. Yəni M-in yerinə 1'dən 5'ə qədər bu rəqəmləri yazsaq olacaq düzgün olmayan kəsirlər. Yəni 1'də 5, 2'də 5. Baxın şualar sürət məxrəcə və yaxud da bir də 5'də 5. Bəli şualar sürət məxrəcə bərabər və yaxud da sürət məxrəcdən böyüksə buna deyilə düzgün olmayan kəsir. 3'də bunun oxşarıdır. 2'də oldu B variantı. Gəlin 4-cü suala baxaq. Şualar burada nə deyir? Deyir bu kəsirdə düzgün kəsir olması üçün şualar 7A üzərinə gəl 6 bölək 20. Bu kəsir əgər düzgün kəsirdirsə, düzgün kəsirdə biz bilirik ki, məxrəc hər zaman sürətdən böyükdür. Yəni 20 məxrəc hər zaman. Deməli şualar düzgün kəsirdə məxrəc sürətdən hər zaman böyük olmalıdır. Yəni 20 nədən böyük olmalıdır? Sürətdən. 7A üzərinə gəl 6'dan. Şualar 6'nı sola gətirsən -6 bərabərsliyi qalır 7A'ya. Burada qaldı 14 7A. 14 hər tərəfli 7'yə bölsə 7'yə böl 2, 7'yə böl A. Deməli şualar A'nın qiyməti sadəcə 2'dən kiçikdir. Bu şərti ödəyən bir dənə 1 qiyməti var. Yəni A sadəcə 1 olanda ödəyir. A'nın hansı rəqəm qiymətində düzgün kəsirdə? A'nın sadəcə 1 qiymətində. Burada cavab oldu A variantı. 5 də şualar bunun oxşarıdır. Gəlin istəyirsiniz sürət yazaq 5'i. 5 niyə bunun oxşardır? 5'də deyir ki, bu düzgün kəsir olmuş olar. Bunun düzgün kəsir olması üçün deyir B-nin ən kiçik sadə ədəd olarsa. Şualar B ən kiçik sadə ədəddir. Ən kiçik sadə ədəd B əgər ən kiçik sadə ədəd neçədir? 2'dir. Deməli biz bu B-nin yerinə 2 yazmalıyıq. Onda 2 bölək 5 çıx A bu düzgün kəsirsə deməli məxrəc sürətdən böyük olmalıdır. Yəni 5 çıx A böyük olmalıdır. 2'dən 2'ni sola apar 3, A'nı sağa apar A. A'nın qiyməti olacaq şualar ya 1 ya 2. Və yaxud da A'nın qiyməti 3'dən kiçikdir. Belə də yazmaq olar. A'nın qiyməti 3'dən kiçik C variantıdır. Keçək 6-cı suala baxaq. Bunu sildik. Baxdıq 6'ya. 6'da nə deyir? Şualar bir kəsirin 6-cı suala baxın. Bir kəsirin sonlu və yaxud da sonsuz olduğunu bilməyimiz üçün ancaq kəsirin məxrəcinə baxırıq. Əgər kəsirin məxrəci 2'nin üstü n və yaxud 5'in üstü n və yaxud 2'nin üstü n vuraq 5'in üstü n şəklindədirsə, belə kəsirə deyirlər şualar sonlu dövrü onluq kəsir. Sonlu dövrü onluq kəsir. Məsələn, bu kəsirə baxaq, ancaq kəsirin məxrəcinə baxırıq. Məsələn, 16'da 7 kəsirinin məxrəci nədir? 16'dır. 16 necə yazırıq? 2'nin üstü 4. Bu 2'nin üstü n şəklində olduğuna görə bəli, bu sonludur. Bizdən soruşur ki, sonlu onluq kəsir şəklində göstərilə bilməz. Onda bu sonludur getdi. Bizdən sonsuzu soruşur. Sonlu şəkildə göstərilə bilmirsə, deməli bu sonsuzdur. Şualar bu formada olan kəsirlər sonludur. Yerdə qalan bütün kəsirlər sonsuzdur. Məsələn, məxrəc 50 olan kəsirə baxaq. Sadəcə kəsirin məxrəcinə baxacağıq. Yəni 50 nə demək şualar? 50'nin sadə vuruqlarını ayırsaq 2 vuraq 5'in kvadratı. Yəni 2'nin üstü n, bir də 2'nin üstü 1, bir də vuraq 5'in üstü n. Yəni 5'in üstü 2 şəklindədirsə şualar buna m yazmalıyıq ki, fərqlənsin. Deməli bəli, bu da sonludur. Bu da getdi. Sonra indi o birisini ancaq şualar məxrəcə baxacağıq. Məxrəcə baxın.
Məsələn 64 düz kəsrinə baxaq. 64 nə deməkdir? 64 şolar. Burada 2-nin üstü 6 demək. Bəli, 2-nin üstü eni şəklindəsə bu da sonludur. Sonludur. Bu da getdi. Amma şolar məxrəci 36 olan kəsir. 36 nə deməkdir? 2-nin kvadratı vuraq, 3-ün kvadratıdır. Bu 2-nin üstü n, 5-in üstü m şəklində deyil. Bu artıq sonlu deyil. Bu artıq şolar sonlu deyilsə, deməli bu kəsir sonsuzdur. Sonsuzdur. Burada da nə deyir? Sonlu onluq kəsir şəklini göstərə bilmir. Bəli, 36-da 5 sonlu onluq kəsir şəklini göstərilə bilmir, yəni sonsuzdur. Cavab olacaq 36-da 5. 36-da 5 nə variantı? A variantı. Bu da oldu 6-nın. Şalası 7-ci sualda deyir ki, 2n bölü 3 bölü 5 kəsiri düzgün kəsirdir. Düzgün kəsir nə demək olar? Məxrəc, yəni 5 böyütür sürətdən. Burada mənfi 3 sola getdi, müsbət 3 sağda 2n, 8 kiçikdir 2n-lə, böyüt 2n-lə, 2-yə böl 4, 2-yə böl n. Demək olar, n-in qiyməti 4-dən kiçikdir. N-in qiyməti 4-dən kiçikdirsə, burada n hansı qiymətlər alır? 1, 2, 3. N-in ala biləcək natural qiymətlər 1, 2, 3-dür. Şolar 1, 2, 3 yazandan sonra tez cavabı 1, 2, 3 götürməyin. Çünki aparıb yerinə yazıb yoxlamalısınız. Kətirimiz nədir? 2n çıx 3 böl 5-dir. Gəl aparaq burada n-in yerinə 1 yazaq. N-in yerinə 1 yazsaq nə olacaq? 2-ni 1-ə vur 2, 2-dən 3 çıx mənfi 1 böl 5. Belə düzgün kəsir var? Xeyr. Düzgün kəsirdə sürət və məxrəc natural ədədlər olmalıdır. Ona görə olmur. N burada 1 almır. Bəs n-in yerinə 2 yazsaq nə olar? 2-ni 2-yə vur 4, 4-dən 3 çıx 1, məxrəcdə 5. Bəli, bu düzgün kəsirdir. Deməli 1-i almır. N-i yenə 3 yazsaq, 2-ni 3-ə vur 6, 3 çıx 3 böl 5. Bəli, bu da düzgün kəsirdir. N ala biləcək qiymətlər 2 ilə 3-sə, bizdən soruşur N ala biləcək natural qiymətlərin cəmi. 2 ilə 3-ün cəmi nə verir? 5-i verir. Yəni burada doğru cavab 5-dir. Yəni 7-də B variantı. Şu an 8 və 6-cı sualına oxşardı. Bayaq bundan qabaq yazdım. Bizdən sonluğunu soruşur tab 8-də. Hansı sonluğunu kəsirdir? Deməli, ya 2 məxrəc ya 2 üstü n, ya 5 üstü n və yaxud da 2 üstü n vur, 5 üstü n şəklində göstərilə biləndir. Onu da özünüz tapasınız. 9-a baxaq. Deyir 15-də 7 kəsirini, 15-də 7 kəsirini sonsuz dövrü onluq kəsir şəklində göstərir. Şola bu necə göstəririk? Sürətə bölürük məxrəcə. 70-in üçün 7 15-ə bölünmür. Bura 1 0, bura 0 vergül. 70-in içində 15. 4 dəfə köçəcək 60. 10 qaldı. Bura 1 0. 100-ün içində 15. 6 dəfə köçəcək 90. Tərdən bir dənə də 10 qaldı. Bura bir dənə 0. 100-ün içində 15. Yenə 6 dəfə 6-ın 15-ə vurdu. Yenə 90. Çıxdıq. Yenə 10 qaldı. Tərdən bura bir dənə 0 atdıq. Bir dənə də 6 əlavə elədik. İndi baxırıq ki, uşaqlar. Burada yenə çıxsaq, yenə 10 verəcək. Yəni burada dövr eləyən 6-lar sonsuzluğa qədər təkrar olunacaq. 6-lar sonsuzluğa qədər təkrar olunacaqsa 0, 4, 4, 6, 6, 6, 6 sonsuzluğa qədər gedirsə bu nə deməkdir? 0, 4 təkrar eləyən hansı rəqəmdir? 6-dır. Mötərizənin içində olacaq 6. Cavab olacaq 0, 4 mötərizənin içində 6 B variantı. Bu 9-cun cavabı B variantıdır. 10 ilə 11 oxşardır. Gəlin ona baxaq. 10-da nə deyir? 10-da deyir ki, uşaqlar 5A3 bu 3 rəqəmli ədəd 573-dən bu kəsirdə A-nın yerinə hansı rəqəm yazsa düzgün olmayan kəsir olar. Uşaqlar düzgün olmayan kəsir olması üçün deməli biz nə demişdik? Məxrəc nədən böyük olmalıdır? Sürətdən. Yəni biz burada A-nın yerinə yox, düzgün olmayan deyir olar. Hə, onda düzgün olmayan deyirsə sürət məxrəcdən böyük olmalıdır. Burada A-nın yerinə olar 7 yazsaq bərabər olur. Yəni A 7-ni almır. Amma A-nın yerinə 8 yazsaq, bəli, 583 573-dən böyükdür. A-nın yerinə 8 yazmaq olar. A-nın yerinə 9 da yazmaq olar. 593 də 573-dən böyükdür. Deməli, A-nın ala biləcək qiymətlər 8 və şolar. Düzgün olmayan kəsirdə sürət məxrəcə həm bərabərdir. Sürət məxrəcə həm bərabərdir, həm də sürət məxrəcdən böyükdür. Onda burada A-nın yerinə 7 də yaza bilirik. Çünki düzgün olmayan kəsirdə 573-də 573-də düzgün olmayan kəsirdir. Deməli, A-nın yerinə biz 7 də yaza bilərik. A-nın yerinə 7, 8, 9 yaza bilərik. 7, 8, 9 olacaq A variantı. 11 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Deməli, baxdıq növbəti sual. Növbəti sualda nə deyir olar? 12-ci sualda deyir ki, 0,12 dövrdə 153. Üzərinə gəl 0,87 dövrdə 846. Deyir, bu ifadənin qiymətini deyir tapın. Şola, bunun ən rahat tapılma üsulu nədir?
Biri var dövrü kəsrə çevirsən, bir də var dövrü onluq kəsrə çevirəsən. Bunun ən rahat üsulu onluq kəsrə çevirməkdir. Məsələn, altalı toplayaq. 0, 12, 153 neyini dövr edir? 153, 153, 153 dövr edir. Altalı toplayaq. 0, 87-də dövr edən nədir? 846-dır. 846, 846, 846. Yəni dövr edən şolar 846-lardır. Bunları altıda toplasaq 9, 9, 9, 9, 9, 8, 1, 9, 6, 3, 9, 5, 4, 9, 1, 8, 9, 7, 2, 9, 1, 8, 9, 0. Baxırıq ki, 0-dan sonra dövr edən ancaq 9'lardır. 0-dan sonra dövr edən ancaq 9'da nə deməkdir? 0 dövrdə 9 deməkdir. Yəni təkrarlanan 0-dan sonra təkrarlanan 9'dur. Onda bu cəm bizə 0 dövrdə 9'u verəcək. Bəs uşaqlar 0 dövrdə 9 nə deməkdir? Bu 9'da 9'u, 9'da 9 da nə deməkdir? 1 deməkdir. Yəni 9'u 9'a böləndə bizə 1 verəcək. 13'ü də uşaqlar eynən bu qaydada yazırsınız. Keçək növbəti suala. Keçək baxaq nəyə? Baxdıq 14'ə. Deyib belə bir kəsirdir. 3n bölək 2n plus 4. Bu kəsir düzgün kəsir. Düzgün kəsir. Və düzgün kəsirdə bilirik ki, məxrəc hər zaman nədən böyük olmalı? Sürətdən. 2n sağa apar. Mənfi 2n. 4 kiçikdir n-dən. Deməli n 4-dən kiçiksə n ala biləcək qiymətlər 1, 2, 3'dür. 1, 2, 3'dür. Şunlar aparıb bir yerinə də yazıb yoxlaya da bilərsiniz. N-in yerinə məsələn 1 yazsaq, 3'ü 1'ə vur 3, 2'ni 1'ə vur 2, üzərinə 4 gəl 6. Bəli. N 1'də ödəyirsə, bir də sonuncuya baxaq. N görə 3'də ödəyirmi? 3'ü 3'ə vur 9, 2'ni 3'ə vur 6, 4 gəl 10. Burada da ödəyir. Əvvəlki ilə sonu ödəyirsə, deməli ortanı da ödəməlidir. Yəni 2'ni də ödəməlidir. N ala biləcək qiymətlər 1, 2, 3'dür. Və 15 də bunun oxşarıdır. Sonra uşaqlar, baxdıq növbəti sual. Növbəti sual neçə? 16. 16'da görə bizdən nə istəyir? Uşaqlar, 16'da doğru olmayan variant A variantıdır. Niyə A variantıdır? Baxın. Deyir 0,81 dövrdə. 0 gördüyün dəqiqə. Deməli 0 dövrdə 81 nə deməkdir? Deyir 45'də 37'yə bərabərdir. Gəlin görək elə demək. Şu an 0 dövrdə 81 nə deməkdir? Mötərizənin içində neçə dənə rəqəm var? 2 dənə rəqəm. Məxrəcə 2 dənə 9. Və mötərizənin içində sürəti yazırıq. 81'i 9'a böl 9, 99'u 9'a böl 11'i verəcək. Deməli 0 dövrdə 81, 11'də 9 deməkdir. Amma burada neçə yazılıb? 45'də 37 yazılıb. Deməli burada doğru olmayan variant olacaq A variantı. Yerdə qalan hamısını yazsaq, məsələn B variantına baxın. 0 dövrdə 2 nə deməkdir? Bir dənə 9, bir dənə 2 doğrudur. Bunu da yazarsınız, bu da doğrudur, bu da doğru, bu da doğru, bir dənə doğru olmayan A variantı. Şu an 17 də bunu oxşardır, sadəcə burada doğrunu tapırsınız. Da bunu özünüz taparsınız. 18'ə baxaq. 18'də deyir ki, belə bir ifadə verib, m kvadrat üzərinə gəl 5m, üzərinə gəl 6, bir də bölək m-ə. Deyir, m-in neçə natural qiymətində, bu kəsirin qiyməti natural olar. Deməli, m-də natural olmalıdır, bu kəsir də natural. Bu tip suallar neyse şu olur. Hər tərəfli m-ə bölürsünüz. M kvadratını m-ə bölün, 5m-i də m-ə bölün, 6'ını da m-ə bölün. Deməli, bu ifadə natural verməlidir. Burada m-lərin biri gedir, qalır m. Burada da m-lərin hər ikisi gedir, qalır 5. Burada da qalacaq 6 böl m. Deməli, bu ifadə natural verməlidir. Şu olur, m onsuz da yuxarıya baxın, m naturaldır. M naturaldırsa 5 də naturaldır. Naturalın üzərinə natural gələndə natural verir. Və bunun üzərinə natural gələndə 3 dənə naturalı toplayanda bir dənə natural verməlidir. Deməli, bu ifadənin qiymət də naturaldır. Onda 6 böl m natural qiymət olması üçün m nə olacaq? 6'nın bölənləri. 6 nəyə bölünür? 1'ə. 6'nı 1'ə böl 6 natural. M-i yerinə 2 yaz. 6'nı 2'yə böl natural. 6'nı 3'ə böl natural. M-in ala biləcək qiymətlər 1, 2, 3'dür. Bizdən soruş m-in neçə natural qiymətində? M-in 3 dənə natural qiyməti var. Yəni A variantı. Bu da oldu 18'in cavabı. Daha 18 değil mi? Hə, bir də uşaqlar. 6 həm 1'ə, həm 2'ə, həm 3'ə, həm də 6'ya da bölünür 6. Deməli, m-in yerinə 6 yazmaq olar. M-in qiymətlər 1, 2, 3, 6-dırsa, m-in ala biləcək natural qiymətlər cəmi 4 dənə natural qiymət var. Və 18'də cavab oldu. Bu 19'da bunun oxşarıdır. Gəlin 20'yə baxaq. 20'yə. 20'də görə bizdən nə istəyir? Uşaqlar 20'də deyir ki, məxrəci 16 olan düzgün kəsirlərdən. Uşaqlar məxrəci 16 olan neçə dənə düzgün kəsir var? 16'da 1, 16'da 2, neçə dənədir?
ən axırıncı da 16-da 15-dir. Bəli. Məxrəci 16 olan düzgün kəsirlərin sayı 16-da 1-dən 16-15-ə qədər 15 dənə bizim düzgün kəsirimiz var. Nə deyir? Düzgün kəsirlərdə neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Uşaqlar, 16-da 1-dən 16-da 15-ə qədər 15 dənə kəsirin hər birinin məxrəci 16-dır. Hər birinin məxrəci 16 nə demək? 16-da 2-nin üstü 4-dür. Onda hər birinin məxrəci 2-nin üstü 4-dürsə, yəni 2-nin üstü eni şəklindədirsə, onda məxrəci 16 olan kəsirləri 2-nin üstü eni şəklində olduğuna görə sonlu onluq kəsir şəklində göstərmək olar. Deməli, burada 15 kəsirin hamısının məxrəci 16 olduğuna görə 15 dənə kəsirin 15-ini də sonlu onluq kəsir şəklində göstərmək olar. Birdən sonra neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Deyirik ki, elə 15-nin də. Bəli, 15-ini də sonlu onluq kəsir şəklində göstərmək olar. Sonra 32 bunun oxşarıdır. Daha doğrusu 21 bunun oxşarıdır. Gəlin 22-yə baxaq. Uşaqlar, 22-də nə deyir? 22-də deyir ki, gəlin birinci məxrədə baxaq. 0 dövrdə 3 nə deməkdir? 9-da 3 vur. 0 dövrdə 4, 9-da 4. Üstə gəl. Keçdi o birisinə. 0 dövrdə 4, 9-da 4 deməkdir. 0 dövrdə 5, 9-da 5 deməkdir. Üstə gəl. 2 bölək. 0 dövrdə 5, 9-da 5. Bir də vuraq. 0 dövrdə 6, 9-da 6 deməkdir. Bu da bizə nəyi verəcək olar? 9-u 9-a vursaq 81, 3-ü 4-ə vursaq 12. Üstə gəl. Burada 2, burada 9-lar bir-birinə vursaq 81. Burada 9-u 9-a vursaq 81, 4-ü 5-ə vur 20-ni verəcək. Sağ tərəfdə də şolar 9-u 9-a vur 81 və 5-6-ya vuranda 30-u verəcək. Şolar 2-ni 81-də 12-yə bölürüksə 81 neyin yuxarı çıxır? Olacaq 2 vur 81 bölək 12 düşəcək məxrəcə. Üstə gəl. Burada 81 yuxarı çıxacaq. 2 vur 81 20 aşağı düşəcək. Burada da şolar yenə 81 yuxarı çıxacaq. 30 aşağı düşəcək. İndi nəyə fikir verirsiniz? Hamısının sürəti nədir? 2 vur 81. Hamısının sürəti 2 vur 81 isə onda 2 vur 81-i mötədə xaricdən çıxarsa qalacaq 12-də 1. Çünki bunların məxrəci 1-dir. 12-də 1-i 2 vur 81-ə vursaq 2 vur 81 sürətə çıxacaq. 2 vur 81-i mötədə xaricdən çıxartdı. Burada 20-də 1 qaldı. Burada da qaldı 30-da 1. 2-ni 81-ə vur 162. 12, 20, 30-a orta məxrəcini götürək. 60. 60'ı 12'ye böl 5, 5'i 1'e vur 5. 60'ı 20'ye böl 3, 3'ü 1'e vur 3. 60'ı 30'a böl 2, 2'ni də 1'e vur 2. Bu da bizə nə verir? 162 vuraq, məxrəcdə 60, sürətdə 10. Bu 6'lar, 0'lar gedir uşaqlar. Yerdə nə qalır? Bunun məxrəci 1-dir. Sürətdə 162 olur, məxrəcdə 6. Bunu 3'ə böləndə, daha doğrusu 2'yə böləndə 81, bunu 2'yə böl 3. Oldu 81 bölək 3. 81 də 3'ə bölsə nəyə verir? 27-ni. Yəni bu ifadənin qiyməti uşaqlar nəyə bərabərdir? 27-yə. Bu sualın cavabı oldu 27. Gəlin neynəyək? Növbət suala baxaq. Deməli, növbət sualda nə deyir? Növbəti sual uşaqlar 23-cü sualdır. Deyir, belə bir kəsirimiz var. 3n-9 bölək n plus 1. Deyir, bu kəsirin n-in neçə natural qiymətində? Bu kəsirin qiyməti naturaldır. Uşaqlar, bu kəsirin qiyməti natural olmaq üçün burada elə bir şərait, sürətdə elə bir şərait yaratmalıyıq ki, orada 3n üzərinə gəl 3 olsun ki, 3-ü mötədə xaricə çıxaranda n plus 1-i versin. Və hər tərəfi n plus 1-ə bölək. Onda uşaqlar, biz sürətdəki mənfi 9-u necə yazarıq? Mənfi 9-u görün belə yazmaq olar mı? Mənfi 9-u. Mənfi 9-u belə yazarıq da. Müsbət 3 çıx 12 kimi yazmaq olar. Bəli, 3-dən 12-ni çıxanda elə mənfi 9-u verir. Aşağıda da n üstə gəl 1. Şu an bu iki ifadədən 3-ü mötədə xaricdən çıxarsaq n plus 1 qalır. Çıx 12 bölək n plus 1. Bu da nəyə bərabərdir? Hər tərəf n plus 1-ə bölək. Və 12-ni də n plus 1-ə bölək. Burada bu gelir qalır 3. Burada da qalacaq 12 bölək n plus 1-ə. Şolar şərtdə deyir ki, bu ifadənin qiyməti nə olmalıdır? Natural. Yəni bu ifadənin qiyməti şolar natural olması üçün 3-dən nə çıxsaq natural verər? 3-dən ya 1 çıxmalıyıq ki, natural versin və ya da 2 çıxmalıyıq ki, natural versin. Deməli, bir dəfə 12-ni n üstə gəl 1-i
1'ə bərabər eləməliyik ki, bu kəsirin yerində 1 olsun, 3-dən 1 çıxanda natural versin, 3-dən 2 çıxanda. Amma 3-dən 3 çıxanda 0 verir, 0 natural deyil. Ya da 12 böl n plus 1'in qiyməti ya 1 olmalıdır, ya da 2 olmalıdır. Yəni bu 2'yə bərabər olmalıdır. Bu formada uşaqlar, bu məxrəci 1-i çarpar şəklinə vursaq, n plus 1 bərabərdir 12'yə. N'in qiyməti burada 11'dir. Burada bunun məxrəci 1 çarpar şəklində vurur. 2-nin üstə gəlir 2 bərabərdir 12'yə. 2-ni sağa aparsaq 10, n'in qiyməti də burada 5'dir. Deməli uşaqlar, n'in hansı qiymətlərində bu naturaldır? N'in 5 və 11 qiymətində. N'in deyir neçə natural qiymətində kəsirin qiyməti naturaldır? N'in 2 dənə natural qiymətində, bəli, bu kəsirin qiyməti naturaldır. Yəni B variantı. Bu da oldu 23-cün cavabı B. Gəlin 24-cü suala baxaq. Deyir B-nin qiyməti əgər 4-dən kiçik bərabərdirsə, belə bir kəsir var. BA kəsiri, BA-da AB kəsiri düzgün kəsir olar. Bu şəkildə deyir neçə düzgün kəsir var. Düzgün kəsir var. Uşaqlar, düzgün kəsir nə deməkdir? Məxrəc, yəni BA üstü xətt nədən böyük olmalıdır? Sürətdən. Yəni AB üstü xəttdən. Bu 10B üstə gəl A-dır, böyükdür. Bu da 10A üstə gəl B-dir. Neyin yaşalır? Buradan B-ni sola gətirsək, 9B qalır. 10A-nı sola aparsaq, müsbət A mənfi 10A sağda işinə qalmır. Qalacaq 9B çıx, 9A 0-dan böyük. Uşaqlar, burada belə deyək də, mənfi 9A-nı sağa aparsaq, müsbət 9A-dır. Hər tərəfli 9-a bölsək, bu B-dir. Bunu 9-a bölsək B qalır, 9A-nı 9-a bölsək A qalır. Deməli, B-nin qiyməti də A-dan böyük olur uşaqlar. B-nin qiyməti də A-dan böyükdür. Bunu da yazdıq burada. Gəlin inəyək, bunu sildim. Gəlin həmin kəsirləri yazaq. Məsələn, B-nin qiyməti uşaqlar 4-dür. B hansı burada qiymətlər ala bilir? B alır burada 1, 2, 3, 4 ala bilir. Bax, zənn eləyək ki, uşaqlar, B A-dan böyükdür. B-ni yerinə 4 yazsaq, A 4-dən kiçik olacaq. Onda uşaqlar, A-nın qiyməti, B-nin qiyməti 4 olanda, A-nın qiyməti 4-dən kiçik hansı qiymətlər alır? 1 ala bilir, 2 ala bilir, 3 ala bilir. Yəni, kəsirimiz nə olur? A-nın yerinə uşaqlar 1 yazsaq, nə olacaq? 1, 4, bir də yerlərini dəyiş 41. A-nın yerinə 2 yazdıq. Baxın, burada A-nın yerinə 2 yazdıq, B-nin yerinə 4 yazdıq. A-nın yerinə 2 yazdıq, 24, yerlərini dəyişdik 42. A-nın yerinə 3 yazdıq, AB üstü xətt. B-nin yerinə 4, yerlərini dəyişdik 43. Bu 3 dənə kəsir buradadır. Bəs B-nin qiyməti 3 olanda şu olur. Şərtdə deyir axı, B A-dan böyükdür. B-nin qiyməti 3 olanda A-nın qiyməti ya 1, ya 2 qiymət alacaq. Çünki B A-dan böyük olur. Ondan olacaq, A-nın yerinə 1 yazsaq 1, 3, yerlər dəyişir 31. A-nın yerinə 2 yazsaq 23, yerlər dəyişir 32. 2 dənə kəsir buradadır. Bir də uşaqlar, B-nin yerinə 2 yazsaq, B A-dan böyükdür. Onda A mütləq 1 olacaq. Onda 1 ilə başlayan 1, 2, yerlərini dəyişir 21 ola bilir. Bir dənə kəsir olur. Artıq uşaqlar, burada B 1'i alanda, bəs B A-dan böyükdür axı. Onda A mütləq 0 olmalıdır. A da başlanğıcda gəldiyinə görə A 0 ola bilməz. Siz uşaqlar, bizim kəsirlərimiz ümumilikdə bunlardır. 1, 2, 3, 4, 5, 6. Deməli, cəmi 6 dənə kəsir var. Yəni D variantı. Bu da oldu 24-cün cavabı. D variantı. Gəlin 25-ə baxaq. Uşaqlar, 25-i yazmamışdan qabaq biz nəyi bilməliyik? Bax, bunun nəsə qaydasını yazıram. Məxrəci 115-ə bir P deyək. Məxrəci P olan ixtisar olunmayan düzgün kəsirlərini, bax, məxrəci, gəlin bu qaydanı mən sizə yazdım. Məxrəci P olan ixtisar olunmayan düzgün kəsirlərin sayı, düzgün kəsirlərin sayı. Düsturu nəticə olur. Məxrəci P olan ixtisar olunmayan düzgün kəsirlərin sayının düsturu belədir. Məsələn, P1 hər hansı bir ədəddir. Bu A-nın üstü N, vuraq B-nin üstü M, bir də vuraq C-nin üstü K-dır. Onda həmin ixtisar olmayan düzgün kəsirlərin sayına bir A desək, həmin ixtisar olmayan düzgün kəsirlərin sayı nəyə bərabər? P vuraq 1 çıx 1 bölək A-ya, vuraq 1 çıx. Ancaq əsasa fikir veririk. A, B, C-yə fikir veririk. 1 çıx 1 bölək B-yə, bir də vuraq 1 çıx 1 böl C-yə. Buna deyirlər, bax bu, buradakı A ixtisar olunmayan düzgün kəsirlərin sayıdır. İndi biz 115-i sadə vurğunu ayırsaq, 115 nə deməkdir? 115 ilə bir P-dir uşaqlar. 115 ilə bir P-dir. P bərabər 115-ə. 115 nə deməkdir? 23 vuraq 5-dir. Yəni əsasları 23-dən 5-dir.
Onda ixtisar olmayan düzgün kəsilən sayı A nəyə bərabərdir? P vuraq. P-nin yerinə 115 yazırıq. Vuraq 1 çıx 1 bölək A, yəni 23. 1 çıx 1 bölək B, yəni 5. Bu da bizə verəcək uşaqlar 115 vuraq. 23-də 23-dən 23-də 1 çıxanda 23-də 22-dir. 5-də 5-dən 5-də 1 çıxanda 5-də 4. 23-ü 5-ə vuranda 115-i verir. Bax bu 115 gedir, qalır 88. Demək uşaqlar ixtisar olunmayan düzgün kəsrlərin sayı 88-dir. İndi gəlin belə baxaq. İxtisar olunmayan düzgün kəsrlərin sayı 88-dir. Aşağı səni sildim. Uşaqlar, məxrəci 115 olan ümumi düzgün kəsrlərin sayı nə qədərdir? Məxrəci 115 olan düzgün kəsrlərin sayı 115-də 1, 115-də 2 və ən sonuncu da 115-də 114-dür. Ümumilikdə baxırıq ki, 115-də 1-dən 115-də 114-ə qədər 114 dənə düzgün kəsirimiz var. Demək olar 114 dənə düzgün kəsirin 88 dənəsini ixtisar olunmur. Bəs 114-dən 88 çıxsaq nə qalır? 26 qalır. Yerdə qalan 26-sı da ixtisar olunandır. Bizdən nə soruşur? Kəsirlərdə neçəsi düzgün, neçəsi ixtisar olunan. Bax, bizdən ixtisar olunanı soruşur. İxtisar olunan düzgün kəsirdir. İxtisar olunan düzgün kəsirlərin sayı uşaqlar cəmi 26 dənədir. Yəni Y variantı. Bu da oldu 25-in cavabı Y variantı. 26 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sualda nə deyir? Gəlin baxaq nə uşaqlar? Gəlin baxaq 27-yə. 27-də deyir ki, X və Y qarşılıqlı sadə ədədlərdir. Bunlar qarşılıqlı sadə ədəddir. Bunu bildik. Deyir X böl Y nəyə bərabərdir? 0, 2, dövrdə 6. Bu uşaqlar qarşılıq dövrdür. Qarşılıq dövr nedir? Necə kəsrə çevirir? Mötədən 2 qədər 9, vergüllə mötədən arasındakı rəqəm sayı qədər 0. Sürətdə nə yazırıq? Vergüldən sağdakı bütöv ədəd 26-dır. 26-dan nəyə çıxırıq? Ortadakı 2-ni. Bu da bizə verəcək 90-da 24. Amma uşaqlar X-in yerinə 24, Y-in yerinə 90 götsəm, hələ bunlar ixtisar olunur da 24-dən 90 qarşılıqlı sadə deyir axı. Gəlin 3-ə bölək. Sürəti 3-ə böl 8, məxrəci 3-ə böl 30. İndi X-in yerinə sürətə sürət. X-in yerinə tam ixtisar apardıq. X-in yerinə 8, Y-in yerinə 30 yazsaq, bəli. 8 və 30 nədir? İxtisar, daha doğrusu 8 və 30 qarşılıqlı sadə ədədlər olur. Onda X-i 8, Y 30 qarşılıqlı sadə ədədlərsə, bizdən X-la Y-in halsını soruşur. Yəni 8-i vur 30-a. Burada da cavab olacaq 240. Bu da oldu uşaqlar 27-nin cavabı. Nə cümləyi səhv yazdım mən. Düz yazdım da 0, 2 dövrdə 6, 24, 3-ə böldüm 8, 3-ə böldüm 30. Uşaqlar, hələ tam ixtisar aparmamışıq. Əslində cavab səhv götürür. Niyə? Bax, cavab niyə səhvdir? Bu tam ixtisar getməyib baxı. Bu yenə ixtisar gedir. Məsələn, 8-i 2-yə böl 4, 30-u 2-yə böl 15. Bax, tam ixtisar belədir. Çünki 8-dən 30 qarşılıqlı sadə deyir axı. Onda X-in qiyməti 4 olur. Sürətə sürət uyğun gəlir. Məxrəcə də məxrəc uyğun gəlir. Y-də 15-dir. Bəli, 4 ilə 15 uşaqlar qarşılıqlı sadədir. 4 ilə 15 qarşılıqlı sadədir. Onda 4 ilə 15 qarşılıqlı sadədirsə, X-la Y-in hasili, yəni 4 ilə 15-in hasili bizə verəcək 60. Yəni bu sualın cavabı olacaq 60. Keçək növbət suala baxaq. Bunu sildik. Uşaqlar, 28-də nə deyir? 28-də deyir ki, məxrəci 5280 olur. Məxrəci 5280 olan düzgün kəsirlərdən. Uşaqlar, məxrəci 5280 olan düzgün kəsirlərin sayı nə qədərdir? 5280-də 1, 5280-də 2, yəni bu qaydada gedir. Ən sonuncuda 5280-də 5279 olmalı ki, düzgün kəsir olsun. Yəni məxrəc sürətindən böyük olsun. Deməli, neçə dənə düzgün kəsir var? Ümumiyyətlə, ümumi kəsirlərin sayı, baxırıq, 1-dən 1, 2, 5279-a qədər götürsək, ümumi kəsirlərin sayı, kəsirlərimiz 5279-dur. Bunu bildik. Deyir, bu düzgün kəsirlərdə neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar. Sonlu onluq kəsir şəklində göstərmək olursa, gəlin bir dənə 5280, çünki
sonlu onluq kəsir deyilsə, məxrəci sadə buruqlarına ayırmaqdır. Yəni məxrəc 2-nin üstəyin, ya 5-in üstəyin, ya da 2 üstəyin, bura 5 üstəyin şəklində olmalıdır. 2-yə böl 40, bunu 2-yə böldük. Bizə verdi 1320, 2-yə böldük, bizə verdi 660, 2-yə böldük 330, 2-yə böldük 2-yə bölməymiş olur. Bunun problemi nəysə 2-yə böldük 165, bu təzədən 5-ə bölünür. Elədir 33. Şolar 33 3-ə böldük 11, 11-ə böldük 1. Əslində bura qədər əladır. Bir dənə burada deməli 5280-də əsas məsələ nədir? 2 dənə neçə dənədir? 5 dənədir. 2 üstü 5. 5-dən bir dənədir. Buraq 5 üstü 1. 3-dən bir dənə və 11-dən də bir dənədir. İndi bu hissəni də sildik. Biz demişdik, sonlu onluq kəsir şəklinin göstərilməsi üçün məxrəc ya 2 üstü n, vuraq 5 üstü n şəklində ola bilər. Amma burada 2 üstü n-dən 5 üstü n-i bildik. Burada çoruya nədir? Bu 3 vuraq 11-dir. Yəni 2 üstü 5, 5 üstü 1 yaxşıdır. Bir dənə 3 11-ə vuranda 33. Burada 33 olmasa, bəli, məxrəc 2 üstü n, 5 üstü n şəklində olur. Deməli burada 33 koruyur. Deməli biz sürətləri nə etməliyik? Sürətləri 5280-də elə sürəti 33 götürsək, 33 götürsək. Bu zaman biz sürət məxrəci 33-ə böl 1, bunu 33-ə böləndə şu olur 160-ı verəcək. Bəli, 160-da 1, 160-da 1 sonlu onluq kəsir şəklini göstərmək olar. Sadəcə bu sürəti 33-ü niyə yazdıq? Bu 5280-in içindəki bu 33 geçsin deyinə. Deməli sürətləri 33 artan ədədlər olmalıdır. Opsiya ədədimiz 5280-də 33-ün 33 gəl 66-dır. Niyə sürətləri 33 artırırıq? Sürətdə 33-ü bölsə 2, məxrəci 33-ə bölsə 160-ı verir. Yəni məxrəcdəki 160, 2 üstü 5, vuraq 5 üstü 1 şəklindədir. Yəni sonlu onluq kəsir şəklini göstərmək olar. Deməli, bir sözlə olur. Deməli, həmin kəsirlər sonlu onluq kəsir şəklini göstərmək üçün sürətdəki ədədlər 33 artan ədədlər olmalı. Birinci kəsirimiz olacaq 5280-də 33, ikinci kəsirimiz 5280-də 66-dır. Sonra 5280-də 99-dur. Yəni bax bu kəsirlərin hamısının sonlu onluq kəsir şəklini göstərmək olar. Və deyək ki, ən sonuncunu 5280-də 5280 götürsək, 5280 götürsək. Düzdür, 5280 götürmək olmur. Niyə elə götürdük? 33, 66, 99, 5280-ə qədər 33-ə bölənlərin sayına qədərdir şu olur. 5280-i biz 33-ə bölsək, bir dəfə köydək 33, 19 qalacaq. 198-in içində 6 dəfə köydək 198 və burada bir dənə 0 qalır. Yəni şu olur. 3-dən 3, 66, 99, 5280-ə kimi, yəni 33-dən 5280-ə kimi neçə dənə kəsir var? 160 dənə kəsirimiz var. Yəni sonlu onluq kəsir şəklini göstərən kəsirimiz var. Bu 160 dənə kəsirin sonuncu bu bir dənə kəsiri götürmür axı. Ona görə 160 yox, cəmi 159 dənə bizim kəsirimiz var ki, bunları sonlu onluq kəsir şəklini göstərə bilirik. Deməli, 28-in cavabı oldu uşaqlar 159. Bu sualın cavabı da oldu 159. Yenə deyirəm, sürətləri 33 artan ədədləri götürürsünüz ki, məxrəcdəki 30 sürət məxrəci 33-ə böləndə məxrəcdəki o sonlu onluq kəsir şərtini korlayan 33 getsin və yerdə qalan 200-dən 500-dən şəklində olsun deyirəm. Keçən növbəti suala. Deməli, bu oldu 28-in cavabı 159. Gəlin növbəti suala bax. Uşaqlar, bax, bu 29-un sual əvvəlki sualına oxşarıdır. Burada nə deyir? N neçə tam qiymətinə bu kəsirin qiyməti tamdır. Bundan əvvəlki sualda yazmışdıq. Burada nə edir? Sürət məxrəci n-ə böldük. 3n kvadratında n-ə böldük, 5n-də n-ə böldük, 12-də böldük n-ə. Hər tərəfli n-ə böldük. Buna oxşar sual əvvəlki sualların içində vardı. Hər tərəfli n-ə böldük. Ən axırda qalır 12 böl n. Bu da tamdır. Məsələn, burada hər tərəfli n-ə bölsək nə olur? Hər tərəfli n-ə bölsək, 3n kvadratını n-ə böl 3n, 5n n-ə böl 5, 12-ni böl n-ə. Burada tam ədədlər olmalı uşaqlar. Şərti deyir ki, n-in neçə tam qiymətində bu ifadənin qiyməti tamdır. Uşaqlar, bu da tamdır. Bu da tamdır. Tamın üzərinə tam gələndə tamı verirdi. Deməli, bu ifadə bizə tamı verməlidir. Tam olmaq üçün 12, n 12-ni bölənlərdir. 1, 2, 3, 4,
6, 12'ye bölünür. Tam ədədlərin içində mənfi onlar olduğuna görə burada mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6 və mənfi 12 ilə götürə bilirik. Və n-in ümumi neçə tam qiymətini deyəndə 1, 2, 3, 4, 5, 6, 6 dənə də aşağıda deyirik ki 12 dənə tam qiymətində. 30-da cavab olur uşaqlar 12. Gəlin növbəti suala baxaq. Növbəti sualda nə deyir? Növbəti sualda deyir ki 31-də. Deyir 0B dövrdə A. Nəyə bərabərdir? 9-da 4. Bizdən soruşur 9B üstəgəl A-nı deyir tap. Suala. Gəlin yeniş olar. Bərabərin sol tərəfində mötədən 2 qədər 9, vergüllə mötədən arasındakı qədər 0. Yəni qarışıq dövrü kəsrə çevirək. Sürətdə nə olur? Vergüldən sonraki bütöv ədədimiz BA üstü xətdir. Bundan ortadakı bu B-ni çıxırıq. Bu da bizə verəcək 9-da 4-ü. Bunda şu var. Sürət məxrəci 10-a vursaq 90-da 40 verir. Məxrəclər eynidirsə deməli sürətləri bərabərdir. Yəni BA üstü xətt çıx B bərabərdir 40-a. Uşaqlar 10B-dən 1B çıxanda 9B qalır. Burada müsbət A-dır. Nəyə bərabərdir? 40-a. Bizdən nəyi soruşur tab? 9B üstəgəl A-nın qiymətində. Uşaqlar 9B üstəgəl A-nın qiyməti neçədir? 40-dır. Yəni bu sualın cavabı oldu 40. Bu belə. Keçən növbəti suala baxaq. 33-də nə deyir? 33-də deyir ki, deməli, birincinə baxaq. 1, 2, 3. Deyir, 772-də 7A3. Bu kəsir düzgün kəsirdir. Şöyle düzgün kəsirdə nədir? Məxrəc sürətdən böyük olmalıdır. Yəni 772 böyük olmalıdır. Nədən? 7A3-dən. Onda burada 7-yə 7, 7-yə 7, 2-yə 3 uyğun gəlsə, A-nın qiymətinə baxırıq. 0 yazmaq olar. Bəli. 1, 2, 3, 4, 5, 6 yazmaq olur. Amma 7 yazmaq olmaz. Niyə? 7 yazsaq 772, 773-dən böyük ola bilməz. Ona görə A-nın yerinə 1, 0-dan 6-ya qədər qiymət yazmaq olar. Nə deyir burada? A-nın ən kiçik qiyməti 7-dir. Xeyr. A-ların cəmi 24. Baxaq aşağıda. 1, 2. Burada cəmi toplasaq, 1, 2, 3'ü toplasaq 6, 4 burada 10, 5 burada 15, 6 burada 20. A-ların cəmi 21'dir. Deməli 6, 10, 11, 21. Bəli. Sonra nə deyir? A-nın ən kiçik qiyməti 0 varmı? Bəli var. 1-ə aiddir. D variantı. A-ların sayı 7 dənədir. Bəli. 1-dən 6-ya qədər 6, 0 da götürsək A-ların sayı bəli 7 dənədir. Bir də 1-ə aiddir Y. Deməli burada 1-ə aid oldu D və Y. Keçən növbətiyə baxaq. Deməli baxdıq 33-ün ikincisinə. İkincidə nə deyir? A 78, bir də 7A7. Bu kəsir düzgündür. Düzgün kəsirdir. Və bir də yenə deyirik şu an düzgün kəsirdə nədir? Məxrəc nədən böyük olmalıdır? Sürətdən. Deməli biz düzgün kəsirdə bəli məxrəc sürətdən böyük olmalıdır. A-nın yerinə şu an nə yaza bilirik? A başlanğıcda gəldiyinə görə 0 yaza bilmirik. 1 yaza bilirik, 2, 3, 4, 5, 6 yaza bilirik. Gəlin görə 7 yazmaq olar mı? 7, 7 yazsaq 777 böyükdür. 777 böyükdür. Nədən? 778-dən. Xeyr. Deməli A-nın yerinə 7 yazmaq olmur. Burada A-nın qiyməti olacaq 1-dən 6-ya qədər rəqəmlər. Bizdən nəyə soruşur? Deyir A-ların cəmi 21-dir, yoxdur. A-nın ən kiçik qiyməti 1 varmı? Bəli var. C-yə baxın. A-nın ən kiçik qiyməti 1-dir. Bəli. C aiddir 2-yə. Başqa var? Xeyr, yoxdur. Gəlin növbətiyə baxaq. Üçüncüyə baxaq. Oy. Bunu sildim uşaqlar. 1-ə D-Y, 2-yə C. Ya da saxlayaq. 1-ə D-Y, 2-yə C. Deməli 1-ə D-Y, 2-yə C. Gəlin 33-ün üçüncüsünə baxaq. Deyir A5, 4. Məxrəcdə 754-dür. Bu düzgün olmayan kəsir. Uşaqlar düzgün olmayan kəsir olması üçün yenə deyim məxrəc nədən kiçik bərabər olmalıdır? Sürətdən kiçik bərabər olmalıdır. Onda A-nın yerinə burada 7 yazsaq ödənər, 8 yazsaq ödənər, 9 yazsaq ödənər. A-nın ala biləcək qiymətlər 7, 8, 9-dur. Gəlin variantlara baxaq. Variantlarda nə deyir? Deyir A-nın ən kiçik qiyməti bəli 7-dir. Doğrudur, 3-ə aiddir. A variantı. Bir də A-ların cəmi 24-dür. Görək varmı? A-ların cəmi 24 verirmi? 7, 8, 9'u toplasaq 7 ilə 8, 15, 9 da topla 24. Bəli. A-ların cəmi 24 var. Deməli A-ların cəmi 24 olan bu variant. Deməli 3-ə dənə də bu aiddir. Deməli uşaqlar 1-ə D-yə aiddir, 2-yə aiddir C, 3-ə aiddir A, B.
Bu da oldu 33-ün cavabı. Sonra 34 bunun oxşarıdır. Gəlin növbət suala baxaq. Növbət sualı görək bizdən nə istəyir? Baxaq uşaqlar 35-ə. 35. 35-də deyir ki, deməli 4n çıx 13 bölək 3n çıx 2. Bu kəsiri düzgün kəsir. Düzgün kəsir. Olarsa n'in natural düzgün kəsirə çevirən natural qiymətlərinin cəmi. N'in natural qiymətlərinin cəmini tap. Yəni amma şərtdə deyir ki, n natural olmalıdır. Naturaldır. N naturaldır. Natural qiymətlərinin. Uşaqlar, əgər bu düzgün kəsirdirsə, düzgün kəsirdə nədir? Məxrəc nədən böyükdür? Sürətdən. 13-ü sola apar, müsbət 13, mənfi 12. Sağda 4n var, 3n sağa apar, mənfi 3n. Deməli, burada qalacaq 11, burada da qalacaq 1n. N'in qiyməti 11-dən kiçikdir. N hansı qiymətlər var? 1, 2, 3, 4-dən ta 10-a qədər qiymətlər ola bilir. Bizdən natural n'lərin cəm 35'də cəmi soruşur da, cəm. Aha. Gəlin uşaqlar, birinci natural, yəni düzmü yazdım? 3n çıx 2, 4n çıx 13, düzgün kəsrə çevirən. Məxrəc böyükdür 4n çıx 13-dən. 13-ü sola apardım, 11, 3n düz yazmışam. Aha. Uşaqlar, birinci aparıb yazandan sonra biz dedik ki, aparıb yerinə yazıb yoxlamalıyıq. Gəlin n'in yerinə 1 yazaq. Görək 1-də alınır. 4'ü 1'ə vur 4, 13 çıxanda mənfi 9'u verəcək. 3'ü 1'ə vur 3, 2 çıx 1'i verəcək. Uşaqlar, mənfi 9 adı belə mənfi ədəd ola bilməz, sürət məxrəc natural ədəd olmalıdır. Belə bir düzgün olmayan kəsir yoxdur. Daha doğrusu düzgün kəsir yoxdur. N burada 1 ala bilmir. N'in yerinə 2 yazsaq, yenə almayacaq. 3 yazsaq 12 çıx 11 mənfi olacaq, almayacaq. 4 yazsaq görə necə olacaq? 4 yazsaq n'in yerinə necə olacaq? 4 yazsaq 4 4'ə vur 16, 13 çıx 3. 4'ü 3'ə vur 12, 12, 2 çıx 10. Bəli, burada ödəyir. N 4'də ödəyirsə, bir də ən axırıncı 10-cu qiymətinə baxaq. N'in yerinə 10 yazsaq necə olacaq? 4'ü uşaqlar, bax burada 10 yazsaq, 10'a vur 40, 13 çıx 27. 3'ü 4'ə vur 12, 2 çıx 10. Burada ödəmədi. Uşaqlar, n'in yerinə 10 yazanda 4'ü 10'a vurduq 13, 4'ü 10'a vurduq 40, 40'dan 13 çıxdıq 27. N'in yerinə 10 yazdıq. 3 ona vur 30, 2 çıx 28. Burada da ödəyir. Deməli n 4'də ödəyirsə, yəni qiymətləri tapandan sonra aparıb yerinə yazıb yoxlamalıyıq. 4'ü ödəyirsə, 10'u da ödəyirsə, aradakı olan bütün ədədləri də ödəyəcək. 5'də ödəyəcək, 6'da ödəyəcək, 7'də, 8'də, 9'da. Bizdən soruşur natural n'lərin cəmi. Uşaqlar, n ala biləcək qiymətlər burada 4 olur, 5'dir, 6'dır, 7, 8, 9 və 10'dur. Bizdən bunların cəmini soruşur. Cəmdə neçə olacaq? 9, 15, 22, 30, 39, 49. 49. Bəli, cəm oldu 49. Yəni bu sualın cavabı oldu 49. Bu da oldu 35'in cavabı 49. 36 eynən bunun oxşarıdır. Gəlin uşaqlar, 37-ci bu mövzunun sonuncu sualına baxaq. Deyir 0, 2 dövrdə A, bir üstə gəl 0, 3, daha doğrusu 0, A dövrdə 3. Belə bir ədəd verib. Deyir, bu ifadənin düzgün kəsir olan. Deməli, bu ifadə düzgün kəsir olan A-nın neçə qiymətində? A bərabər suala. Əvvəl bunu kəsirə çevirək. 90'da vergüldən sağdakı bütöv elədiyimiz 2A-dır. Buradan çıxırıq ortadakı bu 2-ni. Üstə gəl. Burada bir dənə 9, bir dənə 0. Vergüldən sağdakı bütöv elədiyimiz A 3'dür. Buradan nəyə çıxırıq? Ortadakı A-nı. Deməli, bu düzgün kəsir olmalıdır. Yəni uşaqlar, orta məxrəc 90'ı götürüb promoy sürəti açsaq, 2 nə deməkdir? 20 üzərinə gəl A, bir də çıx 2. Sürətlər olduğu kimi toplanır. A 3 nə deməkdir? Təkli yoğunluq 10'a, üstə gəl 3, bir də çıx 1'a. Bu da bizə nəyi verəcək? Deməli 20'dən A 10'a, burada uşaqlar A'nın biri müsbət, biri mənfi getdi. Yuxarıda qaldı 10A. 20 var burada, qırmızı ilə işarə edək. 20 var. 20'den çıxdıq ikisini 18, 18'in üzərinə 3 gəldi 21. Məxrəcdə də 90. Deməli bu kəsir əgər düzgün kəsirdirsə, düzgün kəsirdə məxrəc sürətdən böyük olmalıdır. Yəni 90 böyükdür, 10 üstə gəl 21'dir. 21'i sola apar, 90'dan 20 çıx 69, 10A. A'nın qiyməti nədən böyük olacaq? 69'u bölərik 10'a. Yəni 6, 10'da 9. Burada uşaqlar A'ların qiyməti olacaq 1, 2, 3, 4, 5 və 6. Deməli, A-nın 6 qiymətində bəli.
A-nın altı qiymətində düzgün kəsr olar. İndi bir şey var. A-nı yenə apar 1 yazsaq 90-da, A-nı yenə 1 yazsaq 90-da 10 üzərinə 21 gəl 31. Bəli, düzgün kəsr. Bir də sonuncu qiymətə baxaq. 6 yazsaq 90-da 10'u 6'ya vur 60, 21 gəl 81. Bu da ödəyir. Deməli uşaqlar 1, 2, 3, 4, 5, 6-nı ödəyir. Və bir də burada uşaqlar A-nı yenə biz 0 da yaza bilərik. Niyə? Çünki biz bura 0 yazsaq, başlanğıc olaraq baxın. Çünki misal başlanğıcda belə verilir. Başlanğıc olaraq baxsaq, biz mötədən içinə A-nı yenə 0 yaza bilərik. Və yaxud da başlanğıc olaraq 0, belə deyək də 0, 2, 4'də 0. 4'də nə demək? 0, 0, 0 gedir. Biz yaza da bilərik, yazmaya da bilərik. Və yaxud da 0, 0, 3 yazmaq olar. Deməli, A-nı yenə 0 da yazmaq olar. 1-dən 6-ya qədər 6 yazmaq olar. Onda A-nın neçə qiymətini ödəyir? A-nın neçə qiymətini ödəyir? 0, 1. Deməli, 1, 2, 3, 4, 5, 6 qiymət bu. 1 qiymət də bu. Deyirik ki, A-nın 7 qiymətini ödəyər. Neçə qiymətində? 7 qiymətində. Yəni bu sualın cavabı olacaq 7. 37-nin də uşaqlar cavabı 7-dir və 38 də eynən bunun oxşardır. Bu da oldu kəsrlərin ikinci mövzusu. Sağ olun uşaqlar, hələlik.